mən görəm ayaqları. İndi ta açılmayacaq ora, bilmirsən? Ay yok, qutardı da bağlandı. Çünkü niye? Bak onun təzə qız gəlib, o qızın uşağını verib xəstəxanaya veriblər. Sonra dedilər ki... Elnarə. Ay sağ ol, bak. O Elnare'nin anası. Ona göre bağlandı. Elnare'nin anası dedi ki, Təbriz, dedi ki, uşaqlar evinə veriləcək. Orada onu sıraz ağzın bağladı. Deyməsə Elnare, bak, ağıl-ağıldan yaxşıdır. Orada o söz deyilməsə, o arvad dəlidir, nədir, dəli döylə oxuyur. Deyibdi ki, deyib da, bak bu Təbrizlə mərdidir. Dedi, uşaqları buradan çıxardım bu məktəbdən. Gətirim 4 ay demirsiniz, qal burada. 4 ayda mən uşağı Bakı məktəbinə qoyum, yaxına. Təbriz dedi ki, sənin uşağın biz ölkədənik. Bəs nətərdir, veriliş nətərdir? Bax, bağlandı. Oxay! Bir ikisi çörək yiyənmədi. Deyirlər güya ki, təzə format var. Deyirlər də deyir. Hədə çox bağlandı da. Allah eləsin ki, başqasına aparsın. Allah eləsin ki, başqalara. Yox, qardaş. Gəlirlər, bax, üzr istəyirəm, analardan, bacılardan, qardaşlarınıza, yaxşınızdan, Duxadər bəy, səndən üzr istəyirəm dönə-dönə. Biri var idi, dönə-dönə əyğuzun altını dönməyib, üzr istəyirəm. Biri var idi, birinin bacısı ərə getmişdi, gedib bacısının qaynının altında yatıbdı, mən politik. Mənə DNTS analiz verilsin, mən deyəcəm, DNTS-ə girəcəm ki, uşağın atası kimdir? Küçüzün başlısı, o elə yerdir. Millət baxır, xanımlar da baxır, ayrılmayan insanlar da baxır, bəylərimiz də baxır, evlatlarımız da baxır, analarımız, bacılarımız, qardaşlarımız hamısı o evlərə baxır. Gözəl. TikTok səhifəsində səhv eləmirəmsə elə yazılmışdı. Dedi ki, yeni formatla gələcək. Nətəri? Zahrun TikTok səhifəsində yazılmışdı ki, yeni formatla gələcək. Yeni veriliş, təzə veriliş. Hara gəlir ay bacım, hara gəlir. Ay gözə. Bəli, bəli. İndi o yataqxanada qalanlar necə olacaq indi görəsən? Qalacaq. Qoymayacaqlar ora. Hara qoyurlar ki, da veriliş yok, veriliş bağlandı. Bana öz öyle, kime köməklik elədi orada. Bir iki dənə o qodalar evinə, lan mən olur, deyil, yaşadığım budur da, ne zaman mənim yeni bayramında gəldilər, veriliş bağlandı, tas deyirəm. Yeni bayramında gəldilər, yalan danışmıyorum ki, Allah sanı çaldı, öz oruçluq aydı, sabahda fitrə günüdür. Allah yaxşı Allah, deyə qurban olum Allaha. Hara deyirlər desinlər, o kayıt gələsinlər. Bizi zəng elədilər, qaynar xətti nömrəsi ilə. Dedilər ki, sizə gəldik. Bütün lab yaxşı, yeni il bayramında. Biz onu da dedik ki, yağın bir yeni il bayramında, sən də işdən çıxmısan, mən də işləmirəm səndə. Bəlkə 100 manat verdilər, pazarlıq elədik, yeni il hədiyyəsi. Nə? Apardılar bizi qarnın içinə, ayaqlarım şap-şap, şəkil çəkirik. Şık. 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 Niye aldım? Koyma lazım yani. Füzuli buradan zəng elədi ki, ne oldu? Bir nəfəri saçın belə qoyan kimi şok, 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 şok ərqəbiyyətini göstərirdi. Ne oldu? Axıra hara getdi? Bir nəfər də dedi ki, o gəlməsin. 2 gün işlədi, 3 gün işlədi. Dedi ki, o gəlsə biz gözəllik salonuna getmirik. Bağlanır gözəllik salonuna. Ay gözəl. Nətərdir? Bəli. Orada düz danışan mən idim. Allah'a qurban ol. Bağlandı mı? Avtomatik. Elədir da. Getdi. Mənim nə vardı? Neynədir? Mənim nə vardı? Nə iş? Bir dənə burnuma əməliyyat elədilər. Ondakı bəs salam şüddü tam. Nə vardılar? Gözəl, indi oteldə qalanlar hamısı görən çıxdı. Oteldə. Cəhənnəmə çıxdı. Mənim maraqlıdır ki, oteldə qalanlara. Hədə pulla edirlər olana. Mən zəng elədim ki, nə olar ki, Zahir müəllim, bizə yardım əlinizi köməkli yerin də mən, yəni, yox,
Amma bir nəfər təbiylə belə açdı, cup, ayaqqabısının başına keçirdi, qızıllarını çıxartdı. Eləslərin naxışı var. Mən naxışım olsaydı, nə dərdim olardı? Yazıqlar ki, evlənəcəksən burada. O bir nəfər hündürdən gedirdi. Bəs nə alacaq? Gündə ətlər pul alırdı. 15 manat, 15 manat. Nə alacaq bir şey? 3 nəfər adam nə alacaq? Nə dərdi? O bir nəfər də adam diskotekadadır. Bəyək canlısında gördüm. Bəlkə də hamı görər. O onların qorxduğunu dedi. Gördünüz. Ha, düz deyirsən. O bizi de anası da canına atır. Tıklayın. Demir ki, benim kızım diskotekadadır. Başlarına tökün. Tərbiyədən danışırlar. Tərbiyədən qanacaqdan danışırlar. Heç kəs mənə yanında tərbiyə qanacaq danışmasın. O deyir də, deyir ki, qovdular bizi oradan. Mənə alırlar. 4 ay orada qaldım, 4 ay. Günə 15 manat pul verirlərdi yeməyimizə. 2 uşaqla. Dedim ki, mənə dedilər burada qal. Demədilər ki, çıx gedib qal. Dedim, burada uşaqları burada qeydətdən çeliyir, kağız götürür. Qanunla danışanda söyləmirəm ki, bax, qanunla danışıram. Amma söyləyirəm, oxay, 3 nəfər çörəyə kəsildi, oxay, deyib yalandan belə deyib, yandı ciyarımın başı. Bir də get diskotekada oğlanların qoltuğunda, sənin başınıza, qız başınıza. Eləsi çörək, Allah ağını verdirlər ki, Allah ağlımı alıncan, canımı alsa 1000 dəfə yaxşı. Yox, veriliş bağlandı. O niyə çıxıb gəlmədi qədəsinin anasının yanına? Az boş şeydi. O şəhər istəyir, ona görə. Bəs oğlanların qoltuğunda kim gəlsin? Özəl, sana pişiyin var idi, ana. Mən qoxumadıyam, hatta yemək pişirəm, o pişiyim öydədir. Ha. Mən Ay canım. O xaltasan o boğazında. hə? Xalta var, boynunda yox. Gedəndir. Yox, heç sara gedəndir. Balkona bu qapını ört. Qapını ört. Balkona şey koymuşuq. Karıqqan. İçinə də doldurmuşam qumu. Salam. Özü gedir də ora. Hə, qumu doldurmuşam ağzına qədər. Qapını cırır, təmiz bir şeydir. Sonra təzə qutarınasa gəlib öyün qapısını cırıb evə girməzsin. Yaxşı, payızət sənə ki, ecməyə düşmür. Yaxşı da, elə yaxşıdır, evdə öyrəşməyə. Dünən çimizdirmişəm, tərtəmiz. O sinə qumu. Dəqiq erkəkdir. Hə? Erkək. Erkək. Qızdı. Ay, erkəkdir. Ay, erkək yaxşıdır. Can, get yat. Get, qoy yatsın yazıqda. Yaxşı, ay gözəl, özündən müğayət ol. Özündən yaxşı bax. Oldu, hələlik. Verilişlər bağlandı. Ne gözəl, ne gözəl. 3 nəfər nağayla ağzından ağzından öpəcəklər. Salam. Zahim önündə verilişi bağlandı. Geyinirdi, keçirirdi. Gəlib otururdu orada.